Bu il yaz fəsli sanki adi axarından çıxıb, ötən illərlə müqayisədə daha soyuq, daha sərt və gözlənilməz keçən mövsüm may ayına qədəm qoysa da, hələ də tam isinmək bilmir. Havanın tez-tez dəyişməsi, gün ərzində bir neçə fərqli iqlim halının müşahidə olunması artıq adi hala çevrilib. Xüsusilə son günlər Azərbaycanda və region ölkələrində yağan aramsız, intensiv yağışlar həm insanların gündəlik həyatına təsir edir, həm də ciddi fəsadlar yaradır. Normadan artıq düşən yağıntılar, sel və daşqın təhlükəsi fonunda cəmiyyətdə müxtəlif suallar yaranmağa başlayıb. Bu qeyri-sabit və anormal hava şəraitinin arxasında nə dayanır? Sadəcə təbii iqlim dəyişiklikləridirmi, yoxsa proseslər daha dərin və narahat edici səbəblərlə bağlıdır? Müzakirə olunan versiyalardan biri də regionda davam edən hərbi gərginliklə bağlıdır. Xüsusilə ABŞ və İsrailin İranla qarşı durması fonunda baş verən hadisələrin təkcə siyasi deyil, eyni zamanda ekoloji nəticələr doğurduğu da iddia edilir. Bəzi mütəxəssislər və araşdırmacıların fikrincə müasir müharibələrdə istifadə olunan güclü partlayıcı maddələr, raket zərbələri və müxtəlif təsir gücünə malik silahlar atmosfer qatına müdaxilə edərək onun təbii balansını poza bilər. Bu yanaşmaya görə atmosferin strukturuna yaranan bu cür pozuntular ekosistemin sabitliyini sarsıdır və nəticədə leysan yağışları, qəfil iqlim dəyişiklikləri, sel və daşqınlar kimi ekstremal hava hadisələrinin artmasına gətirib çıxarır. Region ölkələrində, o cümlədən Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanda müşahidə olunan anormal hava şəraiti də bəzi dairələr tərəfindən məhz bu proseslərin mümkün nəticəsi kimi qiymətləndirilir. Bütün bu iddialar isə cəmiyyətdə həm narahatlıq yaradır, həm də yeni suallar doğurur. Doğrudanmı müasir müharibələr təkcə insanları deyil, təbiəti də görünməz, amma dağıdıcı zərbə vurur.